şadlığı görməliyik, həm qəm, qüssə və dərd bəlanı görməliyik. İki xüsusiyyət Həzrəti Zeynəbə xasdır. İmam Hüseyn əleyhissalam şəhadətə çatıb, Allah yolunda öldürülür və Zeynəb bu cəhətdən razıdır, şaddır, nikbindir. Xutbəsində deyir, Elhamdülillahi Rabbil aləmin, əlləzi xətəmə bi əvvəlinə bis-səadə və lə-axirinə bis-şəhadəti və-rəhmə. Deyir ki, şükür olsun o Allaha ki, əvvəldə bizə xoşbəxtlik bəxş elədi, sonumuzu isə şəhadət və rəhmətlə bitirdi. Yəni, şəhadət bizim üçün qəmli yox, şad bir hadisədir. Şükür olsun Allaha ki, bizə şəhadət qismət elədi. Zeynəb hicab sahibi, xanımlar üçün zinət sahibi, nə gözəl sahibi, xanım Zeynəb. Dərlərin dəvadır, ya Zeynəb. Qardaş ikisi ağırdır, ya Zeynəb. Şiələrin sən üçün ağlardır, ya Zeynəb. Kərbəla şəhəri cənnətdir, ya Zeynəb. Dərlərin dəvadır, ya Zeynəb. Kəramətli elədi. O zalim ondan soruşanda ki, Kərbəlada nə gördün? Dayanmadan fasiləsiz cavab verir ki, ma rəeytu illa cəmila. Gözəllikdən başqa heç nə görmədi. Kərbəladan doymadan deyir ki, ya xanım, sən nə Kərbəlanı doydun, nə Hüseyndən, Əbbasın əllərinə öpdün, ya Zeynəb, əllərin dəvadır, ya Zeynəb. Səndə qeyrət əvvəlkən qardaşının vardı. Ona sən verdin canı, ya Zeynəb, dərdlərin dəvadır, ya Zeynəb, şiyələrin aşıqdır, ya Zeynəb. Ya Hüseyin dedin, ya Zeynəb, ləbbeyk, Kərbəla dedin, ya Zeynəb, dözmədi ürəyin İslamdan, ya Zeynəb, dərdlərin dəvadır, ya Zeynəb. O müsibətində gözəllik gördüm. İmam Hüseyin əleyhissalamın başsız bədəninin yanına gələndə ilk söz ki deyir, o olur ki, İlahi təqəbbəl minna hazəl qəlil, bu kiçik qurbanı bizdən qəbul elə. Mən sənin nökəriyəm, ya Zeynəb, əhlibeyt şairiyəm, ya Zeynəb. İmdad eylə mənə, ya Zeynəb, dərdlərin dəvadır, ya Zeynəb. Başdan başa razılıq, sevinç, şadlıq görürük Zeynəbin vücudunda. Sütüsün getdi qardaşın Əbbas, ya Zeynəb, Rüqəyya, Səkinə susduqdan dayanmadı, ya Zeynəb. Hüseynin gel parası, ya Zeynəb. Dərdlərin dəvadır, ya Zeynəb. Dərdlərin dəvadır, ya Zeynəb.